Rusiyada miqrantlara qarşı mübarizənin yeni dalğası başlayır. Bu dəfə mübarizə tədbirləri Moskvadan başlayacaq. CB-Info az bu haqda Rusiyanın Telegram kanalına istinadə yazır. Mənbələr qeyd edir ki, mayın 9-dan sonra Rusiyada miqrantlarla mübarizədə yeni addımlar atılacaq. Artıq bunun ilkin əlamətləri görünməyə başlayıb. Məsələn, Dövlət Dumasına qonşuların razılığı olmadan mənzillərin icarəyə verilməsini qadağan edən qanun layihəsi təqdim olunub. Hazırda qanun layihəsinin dəstəklənəcəyinə əminlik yoxdur, ancaq orada maraqlı məqamlar var. Qonşuların dincliyini qorumaq bəhanəsi ilə əcnəbi vətəndaşların mənzil kirayələməsinin praktiki olaraq qeyri-mümkün olacağı planlaşdırılır. Eyni vaxtda bütün gündəlik kirayə ev biznesi məhv olunacaq. Başqa bir məlumat hələ sadəcə şayələrdir, ancaq bildirilir ki, Moskvada şaurma satışına qadağ qoymaq istəyirlər. Bu, vətəndaşların sağlamlığı üçün mübarizə çərçivəsində həyata keçiriləcək. Ancaq sirr deyil ki, bu biznes demək olar ki, 100% yeni gələnlər tərəfindən idarə edilir. Bütün bunların fonunda Moskvadakı Özbək diasporunun keçmiş rəhbəri bu xalqın Rusiyada artması planlarından danışıb. Ruslar müharibədə həlak olarkən əcnəbilər bizneslə məşğul olur və yeni boşluqlar yaradırlar. Görünür, hakimiyyətdə məsuliyyəti öz üzərinə götürməyə, miqrantların sıralarını təmizləməyə hazır olanlar var. Ən azı Moskvada və bölgədə bunu edəcəklər, deyə məlumatda qeyd edilir.